fəsli bol məhsul mövsümüdür. Bu aylarda alma, armud, nar, balqabaq, şabalıd, yerkökü, çuğundur və kələm kimi meyvə-tərəvəzlər yetişir. Amma onların təzəliyini və dadını uzun müddət qoruması üçün düzgün saxlama qaydalarına əməl etmək vacibdir. İlk növbədə aldığımız və ya yığdığımız məhsulları diqqətlə yoxlamalıyıq. Əgər meyvə və ya tərəvəzin üzərində çat, zədələnmə və ya çürümə əlamətləri varsa, onları dərhal ayırmaq lazımdır. Çünki bir dənə çürük məhsul bütün qalan məhsulları da xarab edə bilər. Saxlama zamanı diqqət edilməli vacib məsələlərdən biri rütubət və temperaturdur. Məhsullar sərin və bir qədər rütubətli şəraitdə daha uzun ömürlü olur. Meyvələri saxlayarkən onları yumağa tələsməyin. Çünki suyun təsiri ilə meyvənin səthindəki təbii qoruyucu qat pozulur və bu onların daha tez xarab olmasına səbəb yaradır. Ən yaxşısı meyvəni quru, amma təmiz halda hava keçirən taxta qutularda və ya səbətlərdə saxlamaqdır. Unutmayaq ki, düzgün saxlama yalnız məhsulun təravətini yox, həm də təhlükəsizliyini qoruyur. Beləliklə, payızın bol nemətlərindən həm dadlı, həm də sağlam şəkildə uzun müddət faydalana bilərik.